Miqren baş ağrısı yalnız dərmanla azaltıla bilər. Bu fikir tam doğru deyil. Uzman nevroloq Dr. Kamil Məmmədovun qeyd etdiyinə görə, miqreni tətikləyən faktorlar düzəltilə bilinsə, tutmaların sayı və şiddəti əhəmiyyətli dərəcədə azala bilər. 1. Yuxu rejimi. Hər gün eyni saatda yatmaq və oyanmaq tövsiyə olunur. Həm yuxusuzluq, həm də normadan artıq yuxu miqren tutmalarını artıra bilər. 2. Kifayət qədər maye qəbulu. Susuzluq miqren üçün mühüm tətikləyici amillərdəndir. Gün ərzində bədən çəkisinə uyğun miqdarda su qəbul edilməsi məsləhətdir. 3. Stresin idarə olunması. Xroniki stres mərkəzi sinir sistemində ağrı mexanizmlərini aktivləşdirə bilər. Nəfəs məşqləri, müntəzəm fiziki aktivlik və qısa istirahət fasilələri faydalıdır. 4. Qidalanma intizamı. Uzun müddət ac qalmaq, gecikmiş qidalanma və bəzi qidalar, məsələn, yüksək kafein tərkibli məhsullar miqreni tetikləyə bilər. Bu qidalar pasientdən pasientə fərqlənir. Miqrenin effektiv nəzarətdə saxlanılması üçün yalnız dərman müalicəsi deyil, həyat tərzi dəyişiklikləri də kompleks yanaşmanın vacib hissəsidir. Uzman nevroloq Dr. Kamil Məmmədov.